Salam, hər vaxtınız xeyir. Sonuncu qidamdır. Demək, nə uzlaşır? Mən çox vaxt deyirsiniz ki, video şəklində çək, biz də bilək. Demək, tərəvəzdir. Bütün tərəvəzlərdən var burada, doğramışıq. Çörəkdir, Allah razı olsun Elmar qardaşdan, ondan götürürəm. Su dəyirmanından hazırlanır. Görürsünüz, lavaş da var belə. Hər ikisini Elmar qardaşdan almışam. Bir də çərəzlərdir. Bunlar tam uzlaşır. Bir də görsən ki, məsələn üçün kartoşka şülləməsi yeyirik, artıq orada çörəklə yeyə bilmərik, uzlaşmırdılar. Çörəklə uzlaşır tərəvəzlər, çörəklə uzlaşır qriska, çörəklə uzlaşır bulgur. Onlarla da ki, yeməyə ehtiyac yoxdur. Yəni qriskanı kim çörəklə yeyər? O uzlaşır. Məsələn üçün bulgur da həmçinin yenə də ehtiyac yoxdur. Çörək uzlaşır, məsələn üçün çörəkdir, yağdır, bal. Üçün birlikdə yemək olar. Amma ora yumurta qatmaq olmaz. Yəni baxın görürsüz, yəni doyacam vallahi mən buna. Düzdür, insanların bu belə baxanda deyəcək ki, yox, bu qidalanmaq deyil, bu yaşamaq deyil. Vallahi mən xoşbəxtəm. Niyə görə xoşbəxtəm? Çünki mən sağlam oluram belə qidalananda. Ağrım yox, acım yox. Nə gəldi yeyib sildim, həkimlərdə idim. Ona görə də mən qidalanma dəyişdim. Tövsiyə edirəm ki, hər birinizə qidalanma dəyişin mütləq. Sağlam həyat tərzinə keçin. Duz da ki, demək, Naxçıvan duzdur, çörək otulu. Çörək otulu. Belə qəşəng lavaş asacağam. Tərəvəzlərdən dolduracağam içərisinə. Yeyə-yeyə bu tərəvəzlərdən də yavaş-yavaş yeyəcəm. Bax belə. Çox sağ olun, minnətdaram.